Bax, biz bildik ki, bağlacanın içərisində tabesizliyin aydınlaşdırılmasının içərisində hansılar vardı? Yəni bağlayıcısı var, düzdürmü? Yəni məsələn. Bir də ədata keçəndə demişdik, sual ədətləri hansılar idi? Bəs, məgər, yəni, mümkün. Görürsən, burada da yəni var, burada da yəni var. Biz onu necə aydınlaşdıracağıq? Fidan. Deməli, əgər bizim qarşımıza çıxsa, məsələn, deyirəm ki, qonşumuz, yəni yeni köçənlər dedi. Sən baxırsan ki, burada qarşısındakını aydınlaşdırıram, orada fikir aydınlaşdırıram, aydındır? Deməli, burada nə olacaq? Bağlayıcı. İkinciyə bax, ikinci cümləmə bax. Bunu silirəm buradan. Yəni yeni köçənlər dedi. Yəni yeni köçənlər dedi. Həm də mən sual verdim. Yəni yeni köçənlər dedi. Başa düşdün? Bu nə olacaq? Ədatdır. Yəni bunlarda bu detallara fikir veririk. Əgər özündən qabaq aydınlaşdıracağı bir söz varsa, bunu deyirik bağlayıcı. Əgər yox, sadəcə qüvvətləndirir və sual yaradır, bəli, o da olacaq sual ədatdır. Bizə bir kömək sinsiləri suala cavab vermir, cümlə üzvü olmur.